Düz 58 il əvvəl bir möcüzə baş verdi. Bəli, bu hadisə sözün əsl mənasında möcüzədir. Xoşqədəm Quliyevin başına gələnləri elm də açıqlaya bilmir. Ölüm, cənnət və ya əbədi əzab vəd edən cəhənnəm. Müsahibimiz bütün bunların astanasında dayanıb. Xoşqədəm Quliyev uşaq idi. O vaxt ailəsi böyük çətinliklər yaşayırdı. Atası uzaqdaydı. Qardaşı isə ağır qəzadan sonra yataq xəstəsinə çevrilmişdi. Onlar Bakıya təzəcə köçmüşdülər. Xoşqədəm həlim, mülayim, təşkilatçı, belə yaxşı təşkilatçı qabiliyyəti olan bir adamdır. Bizim həyətlərimiz 10 metr aralıydılar, 9 nömrəli həyətdə bunlar yaşayırdı, 10 nömrəli həyətdə biz yaşayırdıq. Belə yaxın idi həyətlərimiz. Uzun dalan idi, dalanda yaşayırdıq. Bizim valideynlərimiz də mehriban olub, dost olub, biz də elə dost olmuşuq. Təhlükə onların bir addımlığındaydı. Amma kimsənin bundan xəbəri yox idi. Anası uşaqları su almağa göndərəndə hardan biləydi ki, onu ölümlə üz-üzə qoyur. Bacım mənə həmin o səkidə, televizlər olan səkidə dedi, otur, mən gedib o səkidən su alım, gəlim. Mən də oturdum, əlimdə də yumru dəmir şar var idi. Oyuncaqları ilə oynayan uşağın bir anda həyatı dəyişdi. 127-ci nömrəli avtobus marşrutu da 7 idi. 7 nömrəli marşrut idi. Mən düşdüm elə şarı götürəndə televiz hərəkətə gələr və mən qalarım televizin altında. Xəbər gəldi ki, orada trolleybus uşağı vurub da. Orada da çörək paylayan kişi var idi. Xalatını çıxartdı, tez uşağı bürüdü həmin xalata. 4 nömrəli xəstəxanaya apardı. Bacım da oradan mənimlə çıxanda küçəyə, gördü ki, qardaşım orada yoxdur. Bacım orada ürəyi xarab oldu, onu da apardılar Sımaşqaya. Biz məhəllədə oynayırdıq, yay vaxtı idi. Mənim təxminən 9-10 yaşım vardı. Xoşqədəm məndən 2 yaş kiçik idi. 2 yaş. Vardırsa gün orta vaxtı idi, eşitdi ki, Xoşqədəm qalıb trolleybusın altında. Trolleybus çıxmışdı, bardura sıxmışdı, Xoşqədəm də təkərin altında, qabaq təkərin altında. Dedilər ölüb. Hamı trolleybusun altında qalan uşağın öldüyünü düşünürdü. Axı o necə sağ qala bilərdi? Bir nəfər gəldi, götürdü qucağına, apardı, xəstəxanaya apardı, har apardı. Biz də elə kör peşman gəldik. Sonradan xəbər çıxdı ki, dirilib Xoşqədəm. Qəzanın baş verdiyi andan etibarən o hər şeyi görürdü. Bir də gördüm mən özümü, deməli, həmin o 6 nömrəli gastronomla üzbəyüz tütün fabriki var idi. Həmin o tütün fabrikinin üstündən öz, məsələn, bədənimi deyim, cəsədimi deyim, televizyon altında görürəm. Kliniki ölüm keçirən insan o ölüm hesab olunmur. Çünki onun ruhu müvəqqəti olaraq bədəni tərk eləyir. Həmin o biri səkidən bir ağ xalatlı, bir hündür bir kişi gəldi. Orada bulki sexi vardı, orada işləyirdi o. Və məni televizyon altından götürdüyünə qədər gördüm. Və məni əlləri belə sallamışdı yerə. Xoşqədəm müəllim danışdığı bu fikirlərdən ki, səncə o trolleybusun altında qalmış və özünü kənardan müşahidə etməsi artıq bu birinci faktor deyil. Yəni, mən özüm də çox yerlərdən oxumuşam və hətta bir-iki başqa insanların da danışıqlarından qulaq asmışam ki, və belə başa düşəm ki, doğrudan da ruh onda belə çıxır ki, bədəndən ayrılandan sonra o öz formasından asılı olmayaraq öz yaşayışını hətta davam eləyə bilər. Dünyanın müxtəlif yerlərində hər saniyə kliniki ölümlər, izahı tapılmayan hadisələr baş verir. Bizim də cavabımız yox, sadəcə ehtimallarımız var. Əslində həyatda bir çox hadisələr baş verir ki, biz buna inanmağa məcburuq.
Nəyə görə məcburuq? Çünki bunlardan bir sıra hadisələr əslində kliniki ölüm keçirən insanlarla bağlıdır. Çünki bu insanların fikir və düşüncələrində, hətta sonradan danışdıqları, məsələn, izah etdikləri fikirlər təxminən demək olar ki, hamısı bir-birinə oxşar olur və baxmayaraq ki, onlar müxtəlif yerlərdə, müxtəlif məkanlarda yaşayırlar. Eyni bir fikrə, məsəl üçün gəlirlər ki, onlar doğrudan da hansı bir işıqlı bir tunellə harasa gedirlər. Balaca Xoşqədəmin yaşayacağına artıq ümid yox idi. Hamı göz yaşı içində idi. Balnisiyaya, Kətçi balnisiyası, dönümləri Əfəndiyev balnisiyasına aparana qədər mən hamını özümü görürdüm. Kənardan elə ki, kənar bir adamı görürəm, bax beləsini mən gördüm. Həkimlərdən biri isə hələ uşaqdan əlini üzməmişdi. O Xoşqədəmi təcili əməliyyat eləyir. Gördülər ki, artıq mən ölmüşəm, bunların sözünü. 250 qram laxtalanmış qapqara qan çıxartıblar. Sonra nəfəsim biraz özünə gəlib. Amma salıblar orada rənginə sada deyiblər, yox, bu adam qalmaz. Xoşqədəm gözlərini açır, amma vəziyyət olduqca ağır idi. Çünki içəridə bütün əzalar var, hamı qaçışıb bir-birinə. Və keçib gəlir hər ehtimala qarşı məni qoyurlar palatada ki, adamlarım gələr aparaq. Və anama gedib xəbər verirlər ki, sənin oğlu bir tramvay keçdi. Yaxınları və həkimlər uşağın son anlarını yaşadığını düşünürdü. Anam götürər buranı, çıxar qap pəncərəyə və pəncərədə əlini qaldırar göyə deyər ki, ey Allahım, bir qazamatda, obrisi iflic orada, qızdan da xəbərim yoxdur ki, nə olub, qız bacım getirib gəlir axı. Bu da burada, məni bu yollarını alır, bu qədər bəla mənə niyə verirsən sən? Səndən istəyirəm mən oğlumun şəfasını. Sonra anamla bibim səhərə qədər oturdular orada. Anam ağlayırdı, mən onda gördüm ki, onlar ikisi də ağlayırdılar. Elə bildilər ayılmayacaq da. Bir də baxdı, gördü ki, qardaşım yavaş-yavaş öz-özünə danışmağa başladı. Dedi, tanıyıram, belə dedi. Sonra gözlərini açanda ana bu danışdıqca bunun elə bir ki, sifəti açıldı, gözləri gəldi öz yerinə. Anam ona dedi ki, oğlum sən bizi tanıyırsan, dedi tanıyıram. Sən mənim anamsan, yanındakı da bibimdir. Burada bilirsiniz, insanın ruhu ilə bədən arasında hələ tam əlaqə qırılmadığına görə bir hissəsi ola bilsin yuxu halında gələr, digər hissəsi isə kənarda müşahidə halında, ruh müşahidəsi halında ola bilər. Sanki Allah ananın fəryadını eşidir. Bu dəm uşaq qəribə, sirli bir yuxu görür. Görürəm ki, bir nəfər ağacın üstündə gəlir, ağacın üstündə və üzündə də belə bir desmal var. Gəldi, yaxınlaşdı mənə, atdan düşdü. Mən də gedib güya uzanmışam. Bütün yaralarımı əl çəkdi, əli ilə belə. Dedi, ölməyəcəksən. Mülmülsüm ağanın qəbrin üstünə halva çörək yapararsan, Nərdaran pirinə də şam yandırarsan. Nə qədər ömrüm var. Dedi, mənim yuxuma bir dənə kişi gəldim, amma atın üstündeydi o kişi. Onun üzü bağlıydı, deyir. Mən onun üzünü görmədim. O mənə dedi ki, sən sağalacaqsan, qorxma, əllərini yaralarıma sürtdü. Kiçik istək qarşılığında uşağın həyatı geri qaytarılır. Sən demə, mən bunları danışdıqca, bu yuxuda gördüklərini, ya mən aşkarı danışıram, yuxuda görmüşəm, amma seçimi bunlar işidirlər. Həkim, sonra palatada olanlar, artıq qonşular da işidib gəlib, hamı yığışırlar mənim başıma. Həkim də bunlara deyir ki, səsələmin, uşaq can verir, onun üçün sayıqlayır bu. Kliniki ölüm, həyat və bioloji ölüm arasındakı keçid hesab olunur. Bu zaman insanın ürəyi dayanır, bütün həyat elementləri yox olur. Uşağın vəziyyəti isə fərqli idi. Həkimlər Xoşqədəmin özünə gəlməsinin müvəqqəti olduğunu düşünürdü. Çünki bu vəziyyətdə insanın yaşaması qeyri-mümkündür. Və o aylan mən ayıldım. Deməli, səhəri həmin həkim Talışinski ora gələndə deyirlər ki, uşaq nə oldu? Dedi, uşaq oturub orada. Gəl görək ki, mən qarşı yiyirəm. Mənə yemək verirlər, yiyirəm. Başlayır
Dua eləmək Allah bu bir möcüzədir ki, bu adam necə də sağ qalıb. Orqanlarının yerini dəyişən, yaşamaq ehtimalı sıfıra bərabər olan uşağın vəziyyəti yaxşılığa doğru dəyişirdi. Axı bu necə ola bilərdi? Elm bu hadisəni izah eləməkdə aciz idi. Amma mən 6 aya qədər mənim ayaqlarım işləmədi. Məsələn, mən duvarı tutub gezirdim, belə 6 aya qədər ayaqlarım işləmədi. Amma həkimlər dedi ki, bu adam çox yaşaya bilməz. Xəstəxanadan çıxandan sonra mən gəlmişəm. Hətta bundan bir yataqda uzanmışam, mən çox kitab oxuyardım. Buna oxuduğum kitablardan danışırdım. Allahın izni olmadan heç kəs, nə heç bir bəndə, nə heç kəs insanın canını ala bilməz. Xoşqədəm Quliyev bu hadisədən sonra onunla ömür boyu birgə olan ağrılarla hələ də yaşayır. Mən 10 ildə yaşadım, 15 ildə yaşadım. Dedilər ki, evlənməsin. Mən evləndim də. Deməli, qismət görmüş mənim üçün ölüm. 68 yaşı var, ancaq onu bilsin necədir vəziyyəti. Ona professor baxsa, heç rəba çıxara bilməz yazıq. Çünki bunda diafragmani qrija var, yırtıq. Bunun mədəsi gedib həmin yırtığın içinə girib. Bu nə yeyirsə uşaq kimi yeyir də az-az. Sonra bunun ağciyərinin biri işləmir. Bütün qabırğaların arasında sıxılıb o ağciyər. Nəfəs ala bilmir, o bir ağciyərlə yaşayır. Ürək onda sağ tərəfə keçib ürəyi, soldan sağdadır. Müsahibimizin yaşaması, hələ də həyatda olması möcüzədir. O hadisədən uzun illər sonra Xoşqədəm müəllimin ruhu yenidən eyni səyahət eləyir. Düz 50 il sonra. Deməli, bu hadisə, birinci hadisə baş vermişdi 56-cı ildə, iyulun 4-də. İkinci hadisə baş verdi 2006-cı il, iyulun 4-də. Həmin ayda, həmin vaqiqə, həmin dəqiqədə. Oturduğum yerdə, onda mikranda yaşayırdım. Oturan yerdə özümü pis hiss elədim. Gördüm halım gedir, təzyiqim düşdü aşağı. Tez bacımı çağırtırdım, mənim bacım da xəstəxanada işləyir, tibb bacısıdır. 50 il keçəndən sonra, deməli, bir də mən getmişdim yenə qardaşım biri, bir də gördü o komaya düşdü, özündən asılı olmaya, bir də gördü vəziyyəti çox pis oldu. Beyin sanki idarə etmir, yəni nəbz tam sıfıra düşür, qan dövranı öz fəaliyyətini saxlayır və orqanlar demək olar ki, tam donma halına gəlmir, amma sadəcə öz funksiyasını yerinə yetirmir. Təcili yardım çağırdıq, təcili yardım gəldi, dedi ki, bu olmayan işdir, bu niyə görəsən komaya düşüb birdən-birə? Təzyiqi çox aşağı idim, 60-ın 40-ı idim. Sonra o nə yuxuda görmüşdü, nə eləmişdi, iynə dərman elədi, handan-hana gördü ki, özünə gəldi. Düz 50 ildən sonra həmin hadisə təkrarlandı. Onlar doğrudan da hansı bir işıqlı bir tunellə harasa gedirlər və yaxud da ki, çox gözəl bir məkanla rastlaşırlar, hətta gözəl rəngləri olan bir yerə düşürlər. Sanki bu, misal üçün, oxuyub bildiyimiz cənnət deyilən bir yer ki var. Bəlkə də belə bir yerlə rastlaşırlar. Bu anda onun ruhu başqa aləmə düşür. Kliniki ölüm keçirən insanlar haqqında bir daha bunu deyə bilərəm ki, doğrudan da bu bədəni tərk etmiş ruh hansısa bir qanuna uyğunluq çərçivəsində kimlərinsə qəbuluna gedir. Yenidən kliniki ölüm yaşayırdı. Bu anda onun ruhu başqa bir aləmə düşür. Burada onu qarşılayıb ölüm vaxtının hələ gəlmədiyini deyirlər. Deməli, Xoşqədəm kişi hələ yaşamalıydı. Bir ağ libaslı bir adam yanında. Amma üzünü aid elə bilmirəm ki, qadındır, kişidir, belə kölgə kimi. Əlimə tutur, məni bir cığırla aparır.
Bu məni apardı. Bu tərəfdə də yaşıllıqdır. Bu tərəfdə də yaşıllıqdır. Bu yaşıllıqda atam, anam, Nur Əhmədə gələnlərim hamısı otururlar o yanda. Burada da başqa. Bunlar mənə çağırırlar, gəl bura. Burada əlimdən tutub qoymur məni gedim bura. Apardı məni, düz bir duvar idi. Qırmızı kərpiclərdən tikilmiş, iki böyle kərpiclərdən. Bir tane de gözəl qapısı vardı bunun. Dedi qoy çıxsın, geçsin. Geçsin deyəndə bu adam mənə dedi ki, get. Əlimi bıraxdı ki, dur get. Mən də həmin çığırla dalaq edəndə gördüm, yenə də bunlar qışqırırlar, atam, anam ki, gəl bura. Bu qışqırdı üstüme dalğan ki, sənə deyirəm, düz get, getmə ora. Mən düz gedib, şeyin yanına çatan kimi yolun axırına ayıldım. Mən elə başa düşürəm ki, burada yaxın qohumlarının onun çağırışını o sanki yuxu halında qəbul edə bilər. Amma ruhun çağırışı və yaxud da ki, ruhu tutaq ki, yoldan qaytaran kəslər olur. Onlar, mən yenə deyirəm, ya onu qoruyan mələklərdir bunlar, ya ki, səhvən düşən, yəni əslində bu ruh bədəndən ayrılırsa, bu səhv bir proses, belə deyək ki, bu səhv bir prosesdir və doğrudan da oraya gedəndə və orada yəqin ki, buna cavabdeh, tutaq ki, mələklərmi olur, ya ölüm mələkdirmi, ya başqa bir mələklərdirmi, indi bunu daha doğrusunu Allah bilir. Səhv olanda, anlayanda və onu geri qaytarırlar. Xoşqədəm müəllim yolun sonuna çatan kimi ayılıb özünü evdə görür. Canını almır, aslında ruhunu götürüb aparır. Can isə olur materiya, yəni o fiziki bədəndən ayrılandan sonra bədən artıq bir materiyadır, ruh isə bir enerji halında öz yerinə qayıtmış olur. Dedim ki, həkim, bəs mənə bir dərman yazım da. Dedi, ay Zalib oğlu, mən sənə nə dərman yazım? Səni əgər Allah saxlayırsa, mənim dərmanım sənə neyniyəcək? Heç bir dərman yazmadılar mənə. Və indi də nə dərman atıram, nə bir şey. Allahıma qurban olub. Bax, yaşayıram beləcəkdə. Düz 60 ildir. Ruh azad varlıqdır. Cisim ölür, ruh isə əbədi yaşayır. Ruh haqqında məlumat insana verilməyib. Yəni o insan cüzi biliklərə malik olub ruh haqqında və əslində biz ruhu necə anlaya bilərik? Çünki ruhun nə ölçüsü var, nə rəngi var. Biz onu enerji kimi qəbul edirik. Ruhun varlığı elmdə də öz təsdiqini tapıb. Araşdırmalar zamanı alimlər ruhun 3 gücə sahib olduğunu aşkar edib. Bu, ağıl, iradə və hisslərdir. Biz nə qədər təfəkkürə malik olurduqsa, bizim ruhumuz o qədər təmiz olur. Biz nə qədər Allahın qanunları çərçivəsində yaşayacaqsa, bizim ruhumuz da o qədər təmiz olur və doğrudan da sonra o bədəni tərk edən zaman onun yeri lazımi yerlərdə, yəni ki, çox əziyyətlə yox, az əziyyətə qatılmış olur. Araşdırmalar zamanı məlum olub ki, ruhun cismə böyük təsiri var. Müsahibimiz bu faktı belə izah elədi. Tez passivləşən insanlar olur və yaxud da enerjisi doğrudan uzun müddətə çatan insanlar var ki, əslində bu onun ruhu ilə bağlıdır və yaxud da ki, fiziki enerji deyilən bir enerji var, aura deyilən bir məfhum var ki, əslində bunlarla bağlıdır. Bəs ruhun əlamətini necə müəyyən eləmək olar? İnsanın ruhunu təyin eləyən rəqəmlər var ki, burada insanın zəif və mükəmməl, möhkəm ruha malik olduğu bildirilir və mən təxminən bir şifrovka üstündə durmaq istəyirəm ki, hətta buna Pifaqor cədvəli deyirlər. 9 kvadraturdan ibarət rəqəm toplusudur və bu Pifaqor da vaxtı ikən hesablamalar aparanda bu qənaətə gəlmişdi ki, insanın idarə eləyən rəqəmlər var ki, onun istər biliyinə, istər marağına, istər fiziki durumuna, istər ruhi aləminə təsir eləyən rəqəmlər var. Ruhi aləmə təsir eləyən birinci növbədə rəqəm 2 rəqəmi hesab olunur. Və bu 2 rəqəmi Pifaqor cədvəlində, yəni psixomatrisiyada nə qədər çox olarsa, insan ruhən çox güclü olur. 4 rəqəmləri onun fiziki durumuna cavab verir. 4 rəqəmlər nə qədər çox olarsa, insan fiziki cəhətdən daha möhkəm olur, daha dözümlü olur. Ruh
bəşəriyyətin yaranması və həyat. Bu əbədi suallara hər zaman cavab axtarılıb. Pifaqor, hətta ondan daha əvvəl, biz isə bu dəfə Xoşqədəm müəllimin başına gələnlərə cavab axtarmağa çalışdıq. İnsan ana bətnində keçirdiyi o rüşeym halında və yaxud 9 ay ərzində keçirdiyi bir dövr ərzində bəlkə də ilahi qüvvələr təbiət tərəfindən artıq onlar hamısı ölçüb biçilir və insan öz missiyasını bu yer kürəsində nə dərəcədə yerinə yetirəcəksə, nə dərəcədə, nə qədər yaşayacaqsa, hansı bəlkə də bir işlə məşğul olacaqsa, hansı istiqamətləri çalışacaqsa, bəlkə də mən belə anlayıram ki, onu artıq taleyində yazılır. Nə qədər təəccüblü olsa da, Xoşqədəm Quliyev özünü yaxşı hiss eləyir. Həkimlər hələ də onun bu vəziyyətdə necə yaşadığından baş açmırlar. Əsas odur ki, o, sevdiklərinin əhatəsində xoşbəxtdir. Mən ona can sağlığı arzu edirəm. Arzu edirəm ki, Allah onu mənə çox görməsin. İndi biz belə götürəndə nəsildə ikimiz qalmışıq, bir bacı, bir qardaş. Onu dünya durduqca dursun, onun dağını Allah mənə göstərməsin. Mən Xoşqədəmə uzun ömür can sağlığı arzulayıram. Və bu təşkilatçılıq, Xoşqədəm həqiqi çox gözəl təşkilatçıdır. Demək, kimin nə xeyir işi, nə bilim, uzaq olsun, şər işi, bu Xoşqədəm hazırdır. Həmişə təşkilatçılıq. Ona can sağlığı arzulayıram və bir daha istəyirəm ki, o da oradan kliniki ölümlər keçirməsin və daha uzun bu həyatda, bu fiziki bədənində yaşasın və kəm alsın, öz uşaqların, nəvələrinin üstündə olsun.